Herkese salam. Kanalımızın güzel ve değerli izleyicileri. Kanalımıza hoş geldiniz. Ümid edirəm hər şey yaxşıdır, hər şey yolundadır. Mən də çox şükür yaxşıyam deyə bilərdim. Amma demirəm. Bacınız 2 gündür depressiyaya girib. Bəli, 2 gündür depressiyaya girmişəm. Əlimi ağdan qarıya vurmadım. Hər yer tör töküntü, zirt zibil içində qalıb. Kirlilər kirli yerində, zibil zibil yerində qalıb. Biraz üz qaralığı da olsa, üz qaralığımızı da çəkib paylaşaq. Tam səmimi bir vlog paylaşıram bugün. Qismət görürəm. Uşaqlara deyir ki, nə, ananıza qoşulmayın, ananızı əsəbləşdirməyin. Hər yer tör töküntü içində qalıbdır. Ananızın cinləri gəlib yenə. Dursun, özünü toparlasın, buralara bir əl gəzdirsin. Haqqını yeməyim xanımlar. Gərək haqla danışaq. Belə tör töküntü olanda qismət də heç vaxt sevmir. Görür ki, mən nəsə də özümü narahat hiss edirəmsə də, üstünüzə sağlıq olsun və ya ağrımışamsa da, ya döşəklik olmuşamsa da, bu cür tör töküntü varsa da, tör töküntüyü yığıb yığışdırar. Bir-iki kirli qablar varsa da, kirli qablarımızı da yuyar. Yüngülvari yeməkdə bişirər. Qəşəng çay süfrəsi açar. Allah verəndən dizib, düzər süfrənin üstünə. Hamımızı çağırar, gəlin oturaq çörək yeyək, yeməyimizi yeyək deyər. Bu günlər də olub bizdə. İndi sən kişisən, kişi işi gör, mən qadınam, qadın işi görüm, əlimi ağdan qarıya vurmayım, elə deyən bir şey yoxdur. Bir-birimizə hər zaman hörmətlə yanaşmışıq, hörmət göstərmişik. Həyatdır bu, nə bilək, başımıza nə gəlir, nə gəlmir. Bəlkə pis hallara düşürük, Allah uzaq eləsin, üstünüzə sağlıq olsun. İndi mən kimə deyim, ay cəmahat, gəlin mənim tör töküntümü yığın, kirli qablarımı yuyun. Kimə deyə bilərəm? Heç kəsə deyə bilmərəm, ona görə də biz özümüzü bu cür idarə edirik, bu cür işimizi görürük. İndi mən işləyirdim, restoranda bilirsiniz, sizlərlə paylaşırdım. Səhər tezdəndən dururdum, yemək hazırlayırdım. Evi səliqə səhmana salırdım. Çünki özümü gözəl hiss edirdim, rahat hiss edirdim. Şükür, heç bir yerimdə nasazlığım yox idi. Həvəslə işimi görürdüm, gedirdim, iş yerimdə də çalışırdım, axşam da evə gəlirdim. Olurdu bəzən, gecikib qalırdım, yuxusuz olurdum, çatdıra bilməyəndə bəzən yoldaşım yaxında işləyir, deyirəm, evə yaxın yerdə işləyir, gəlib abed də hazırlayırdılar özləri üçün yüngülvari. Gərək tam səmimi olaraq danışmaq lazımdır da. Ay yox, mən bunu edirəm. Ay yox, mən onu edirəm. Deyən bir şey yoxdur. Həqiqətən də bir-birimizə hər zaman hörmətlə yanaşmışıq, bir-birimizə kömək etmişik. Məncə ailə belə olmalıdır. Mən elə düşüncədəyəm. Nəysə bacılar, 2 gündür depressiyaya girməmin səbəbi də nədir ki, nə deyil, özüm də bilmirəm. İnanın ki, əlimi ağdan qarıya vurmaq istəmirdim. Həyatdır, enişi var bu yolun, yoxuşu var. Hər zaman dümdüz gedə bilmirik. Bu dalğalı həyatda savruluruq da, belə deyim. Ona görə də heç bir iş görmək istəmirdim. Bəlkə də istədiklərim gec olur, bəlkə də əldə edəmədiklərim var. Nə bilim, düşüncələrə, türklər demişkən, kapılıb getdim, depressiyaya girdim. Qız, amma həqiqətən də belə depressiyaya girmək lazım deyil. İş sənə qalır. Divayno iş olur. Yoldaşım edə bilərdi o zirt zibili, bayaq dediyim kimi yığa bilərdi, amma hər kəsi yedim də yedim. Nətər yedim daha siz bilirsiniz. Əlinizə vurmayın dedim ağdan qarıya. Heç bir şey etməyin, özümə gəlib mən edəcəm. Əgər edəsi olsaydılar, Nərgiz bir həftə depressiyadan çıxan deyildi. Heç bir şey etməyəcəkdim. Sizləri də videosuz qoyacaqdım. Ona görə əsəbləşdim. Heç nə etməyin, qoyun o qaldıq yerində qalsın, kirlilər qalsın. Əlimi atdım artıq stəkana, gördüm təmiz stəkan tapmıram. Axır dedim, yox, Nərgiz belə olmaz, özünə gəl, özünü toparla, işinə gücünə qayıt.
həmən özün ol. Bu dəfə özüməm daha. Belə xanımlar, burada kirli qablarımı yuyuram, səliqə səhmana salıram, onu deyim, belə heç vaxt olmaz. Həqiqətən də iş 2 qat olur insana. Yığışdır, qutarmır qız. Nə qədər yığıb yığışdırasan? Bulandıqca yığışdır, qoy bir tərəfə. Yüngülləşsin işin. Mən demirəm ha, titiz olaq. Titizliyi mən də sevmirəm. Var titiz xanımlar var. Ay bu buraya düşdü. Onu silim, onu götürüm, onu təmizləyim. Bax bu yaxşı deyil, bilirsiniz? Bu titizlik yaxşı deyil. Mənim bacımda da var o şey. Titizdir, çox titizdir. Mən rahatam. İşimi görürəm, təmiz görürəm, səliqədə saxlamaya çalışıram, amma titiz deyiləm. İndi nə edək? İndi nə edək? Bu 2 günü bağışlamaq olar da. İnsanıq. Həqiqətən də titizlik heç yaxşı deyil. Biraz həyatda rahat olmaq lazımdır. Özümüzü öldürə duraq. Nə aparacağıq? Heç bir şey. Vallahi heç nə. Qalan bizə qalır. Olan bizə olacaq. Ona görə bu qədər də çox yığmaq lazım deyil də. İndi qonaq qarana olmayıbdı sənin. Buluyub yığıbsan qabıqacağı. Hə, Nərgis? Buluyub yığdım. İndi də iş mənə qaldı hər yerə. Əl gəzdirəcəm, hər yeri səliqə səhmana salacam. Təmizləyəcəm. O günlərim demişdim sizə hansısa videomuzun içində kuxnya mebelinin içini səliqə səhmana salıb yuyub təmizləyəcəm. Onu etmişəm xanımlar, sizlər üçün çəkib paylaşa bilmədim. Dedim yorucu olmasın da izləyicilərimə də eyni şey təkrar olaraq çəkib paylaşmayayım. Yenə də biri-birinə bənzər vloglar olur. Əlimizdən də bu gəlir. Görürəm, sağ olun, deyirsiniz. Siz nə təri var, elə çəkin. Həncəri varsınız, o cür paylaşım edin. Biz sevərək izləyirik. İnanın, sizin hər birinizin nə qədər sağ ol desəm, təşəkkür etsəm azdır. Böyüklərimizin əllərindən öpürəm. Balacalarımızın, özümdən balaca olanların üzündən, gözündən, yanağından öpürəm. Çox bağlandım mən sizə, həqiqətən də. YouTube olmasa mən artıq dura bilmərəm. Elə bilirəm, qarşı-qarşı otururuq, söhbət edirik, bir-birimizdən danışırıq, gülürük, bir-birimizin, Allah heç kəsə dərd verməsin, dərdimizə ortaq oluruq. Nə bilim, mən sizə çox alışdım. Siz mənə alışdınızmı? Nəysə xanımlar, işimizi, gücümüzü görək, buladığımızı yığışdıraq, kirlilərimizi yuyaq. Burada qaz peçinin üstü çox pis günə düşmüşdü. 2 gündür silinməyən qaz peçi nə olar? Yağ yapışqanlar olubdu. Mən Domestos'dan çox istifadə edirəm. Bəzən stəkanlara da vururam. Stəkanların altı saralır. Ona da vururam. Stəkanların altının saralmasını birdən pişvaya soda ilə də təmizləyirəm. Gah biliznalı suda saxlayıram. Biraz mikroplar varsa da, nə bilim, mənə görə mikroplar varsa da ölsün deyirəm. İsti suda biliznada saxlayıram. Yəni xlorda. Belə bu cür təmizləyirəm. Təmizləyib yığıram. Amma Domestos'ı hər şeyə istifadə edirəm. Kuxnyanın mebelini də Domestos'dan silirəm. Yağ ləkələri varsa da. Burada dedim, əlimi qatmışkən eləməyim tənbəllik. Güllərimin yarpaqları da kirlənibdi. Bir pəncərənin qarşısına da əl gəzdirim. Pəncərələrimi düzü silməmişəm. Hələ 1-2 gündən sonra bəlkə siləm. Havalar görürəm, çölməyə başlayanda siləcəm. Elə də bərt kirli deyil. Sadəcə çöl tərəfindən yağış damcıları olubdu. Mən də nə zaman silməyə başlayanda o günü yağış yağır. Bugün də belə olsun. Yüngülvari dəsmal hərriyib, tozunu torpağını silim. Nə qədər yüngülvari olsun deyirəm, amma inanın, yüngülvari olmur. Buranı təmizləyim, oranı təmizləyim deyə bütün şkafların üstünü, altını, hər yeri sildim. Dəsmaldan keçirdim. Təmizlədim. Amma çətin olur. Depressiyaya Allahdan heç kəsə arzulamıram girməyi. Qız, həqiqətən
çox pis şeydir. Əlini ağdan qaraya vurmasan, iş sənə qalır. Üstünə iş sənə qalır. Yenə sən edirsən də. Ona görə də ki, hər gün işini yavaş-yavaş görəsən. Burada bu qızlarımın yarpaqlarını yuyuram. Tozlanmışdı, çox kirlənmişdi. Orxideyaların baxımı çox hasant deyil xanımlar. Bilənə hasantdır, bilməyənə çətindir. Məsələn, mənə hasantdır. Bunu necə baxmaq lazımdır, harda saxlamaq lazımdır. Bildiyim üçün yarpaqlarının rənginə də baxanda bəlli olur ki, həqiqətən də gül özünü sevir. Gül yiyəsini sevir, yerini sevir. Yarpaq tünd yeşildir, bax belə deyim. Canlıdır, həqiqətən canlıdır. Orxideyaları alırsan gül satanlardan, amma onu düzgün baxa bilmirsən. Ya kökləri çürüyər, ya yarpaqları saralar, bir şey olar, xəstələnib bir şey olar. Mən baxan vaxtı nə qədər orxideya xarab etdim, həqiqətən də hər dəfə yoldaşım alırdı, hədiyyə edirdi, sevirdim deyə. Baxa-baxa nə qədər xarab etdim, amma öyrəndim. Bu gülümün elə yarpağına baxanda gül kimi görünür, görürsünüz, nə gözəldir, nə qəşəng açır. Belə canlar, indi çıxmışam tara. Çıxmışam tara. Dedim, qoy alt hissələri təmizləyirəm, ən üstünü də təmizləyim, qoy orada dəsmaldan keçsin, tozlu qalmasın. Uşaqlar deyir, mama deyir, sən deyir, traktor kimi hər yeridir, təmizlədin. Mən şəxsən uşaqlarıma da öyrədirəm xanımlar, həqiqətən də Ali Alixan heç birini seçmirəm. Biraz kirli olsun, töküntülü olsun, özlərinin kitab olan yerlərimi deyim, özlərinin oynayan yerlərimi deyim. Oynayandan sonra demişəm, səliqə səhmana salın, belə töküntülü qoymayın. Nə də sevmirlər. İndi bu 2 gündə şişə çəkdim, hamısını. Hamısını şişə çəkdim. Əlinizi vurmayın dedim. Əgər vursaydılar, gözüm biraz təmiz görsəydi onları, yenə də depressiyadan çıxa bilən deyildim. Ona görə əsəbləşirdim ki, heç bir şey etməyin. Yoldaşım da mənə əsəblənirdi ki, sən etmə, mən etməyim, uşaq etməsin, bəs kim etsin, kimi çağıraq, kimi etsin. Onda özünə gəl, toparlan deyirdi. Ona görə özümə gəldim bugün, şükür. Özümə gəldim, video başlatdım. Dedim, qoyun bugün də belə olsun. Tam səmimi bir video olsun, izləyicilərimlə paylaşım. Hər zaman səmimi videolar çəkirəm. İnanın ki, ay buranı bəzək, oranı düzəkmi deyim, nə bilim, belə danışmayım, o danışmayım, yox. Həncər varam, elə çəkməyə çalışıram. İndi nə qayraq? Nə qayraq? Mən Gürcüstan Azərbaycanlısıyam. Mənim ləhcəm fərqi var, mənim şivam fərqlidir. Danışıq sözlərim fərqlidir. Vallah qız, gələcəm, gedəcəm, danışa bilmirəm da, indi mən nə edim? Bizdə J hərfi daha çox istifadə olunur. Gələcəm, gedəcəm, nə bilim belə. Amma mən bəzən elə bir ki, özümdən asılı olmur, kəlmələrimə də diqqət edirəm də, lap lorucasına da. Lap lorucasına da danışmıram da indi. İndi haqqımı da yeməyək də indi. Qız, məni bu cür sevirsiniz də, indi deyirlər də izləyicilərim, sən həncəri var, eli video çəkinən, biz səni belə bu cür sevirik. Nə ayrı, Allah məni belə yaradıb, Allah da məni belə gülər üzlü yaradıb, deyib gülən yaradıb. Bəzən, inanın ki, hər gün mən oynayaram, uşaqlarımla, yoldaşım işdən gələr, qənəd açıb oynayaram, üzünü güldürərəm, deyərəm, gülərəm. Amma bunu sizə göstərə bilmirəm. Deyirəm, indi məni dedikoduya, qeybətə salmasınlar. Salmasınlar ki, bu nədir, oynaya durur, nə çox deyir, gülür. Amma elə videolar çəkməyi həqiqətən də çox istəyirəm. İnanın ki, bir videonu montaj edib axıra çıxana tam mənim 1 saat yarımım getdi. Çox çətindir xanımlar. Hələ aeroporta yaxın qalırıq deyə biz 5 dəqiqədən bir samolyot uçur. Samolyot uçanda başımızın düz üstündən gedir, çox səs-küy edir.
Elə ona görə dayandırmaq məcburiyyətində qalıram. Nə ilə getsinlər, qonsunlar. Allah qurban olduğum Allah hər kəsə rahat qonmaq nasib etsin. Ailələrinin içinə rahatlıqla çatsınlar, desinlər, gülsünlər, bizi kimi. Bizi kimi. Hə, harda qalmışdıq? Vallahi elə səmimi elə belə videolar çəkirəm. Yəni elə deyib gülən, ailecek şənlənən videolar çəkməyi daha çox istəyərəm. Sadəcə var da bəzi insanlar var, hər şeyi sözə söhbətə qoyurlar. Ona görə də çəkinirəm. Qalmasın deyə, sözə söhbətə qoyulmayaq deyə, ona görə bəzən də çəkinirəm. Elə özümü çəkirəm. Uşaqları çəkirəm, gördüyüm işləri çəkirəm. Amma elə videolar çəksim, həqiqətən maraqlı olar. Çünki bizim ailə şənlidir. Deyib gülən ailədir. Nə bilim, əlimizdən gəldiyi qədər deyirik, gülürük. Həyatı sevərək yaşamayı sevənlərikdən nətər deyim. Bəzən də olur da, indi bizim dalğalanan günlərimiz də olur. Elə həmişə yağ bal olmuşuq deyə bilmərəm. Ailədir. Ailədə hər şey olur. Gərək insan səbirli ola. Gərək insan biri-birini düşünə. Biri əsəblənirsə də, o birisi də belə su tökə də, benzin töküb alovlandırmaya. Su tökə. Mən əsəblənəndə yoldaşım sakit durar. Hörmət göstərər. Yoldaşım əsəblənəndə mən sakit duraram. Amma birdən də heç sözlərimiz düz gəlmir. Ailədə olur da. Hər kəsin ailəsində olur indi. Dalğalanır bəzən, səbirsizləşirik, işimiz düz getməyəndə olur. Nə bilim, hər şey yaxşı olar inşallah. İnşallah Allah hər birimizin qarşımıza yaxşılıqlar çıxardar, qazancımızı bərəkətli edər, həyatı deyib gülərək yaşamağı nəsib edər, ürəyimizdə tutduğumuz arzularımıza çatdırar. İnşallah çatdırar ki, biz də daha çox sevinərik, daha çox sevərək yaşayarıq. Çox şükür edirəm, hər şeyə çox şükür edirəm xanımlar. Həqiqətən də həyatda mənə verdiklərinə çox şükür edirəm. Belə bacılar, yığdıq, yığışdırdıq, polunu ən sonda silirəm, hər yeri yığdım, yığışdırdım, təmizlədim. Bu da indi təmizlənən görüntüsü. Qablarımı yudum, yığdım, yerləşdirməmişim, suyu tam dərilsin. Buralar belə. Yüngülvari deyim də, yenə tozunu, torpağını sildim, təmizlədim. Süfrənin üstü səliqə səhmanda. Hər yer təmizləndi. İndən sonra da belə saxlayacağım. Amma titizlik yox, ha. Yenə deyirəm, titizlik həqiqətən də çox bir şeydir. İnsan özünə dəyər verər, rahat ola iş gördükcə. Belə bacılar, burada bu videonu sonlandırım. Qalın sağlıcaqla, Allaha əmanət olun. Öpürəm hər birinizi.